Unimetal şirkətində əməyin mühafizəsi, bu sahədə işçilərin hüquqlarının qorunması, təhlükəsiz və sağlam iş mühitinin yaradılması əsas istiqamətlərdən biri hesab olunur. Müəssisəmizə işə qəbul olunan hər bir işçi iş öncəsi əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə təlimatlandırılır. Aparılan təhlükəsizlik təlimatları və maarifləndirici tədbirlər mütəmadi xarakter daşıyır. İşçilərin təhlükəsizlik qaydaları üzrə bilikləri yoxlanıldıqdan sonra işə buraxılır. İşə qəbul olunarkən işin xüsusiyyətinə uyğun işçi geyimi, ayaqqabısı və fərdi mühafizə vasitələri ilə təmin olunur. Unimetal şirkətinin strukturuna daxil olan iş yerləri təhlükəsizlik nişanları, xəbərdar edici və məlumatlandırıcı lövhələrlə təchiz olunur. Məqsədimiz insanların sağlamlığına, əmlaka və ətraf mühitə zərər vurmadan təhlükəsiz iş mühiti yaratmaq və bütün fəaliyyət istiqamətlərimiz üzrə bədbəxt hadisələrin və onlardan zərər çəkənlərin sayını sıfıra endirməkdir.